Mən ballı tortun qoşlarını heç vaxt qalın eləmirəm. Bax, bu cür nazik hazırlayıram. Strukturası Türkiyə pechenisi etipetin strukturası kimi olur. Nazik, fırçıltılı. Amma krem dəyən kimi dərhal yumuşalır. Krem plambir kremidir. Ballı tortu bütün kremlərlə yığmışam. Ən ləzzətlisi, ən idealı plambir kremi ilə olan ballı tortu. Çox ləzzətli olur. Və kremlə bərabər ara qatlarına pişmiş, qataşdırmış süd əlavə edəcəm. En güzel marka bu markadır. Qataşdırmış süd çox ləzzətli olur. Ümumilikdə 8 qoş var idi. 7-ci qoşdan sonra son qoşu qoyuruq. Yalnız kremləyəcəm. Artıq pişmiş, qatlaşdırılmış süd əlavə etməyəcəm. Plambir kreminin resepti səhifəmdə var. Çox gözəl kremdir. Bütün tortlara yaraşan kremdir. Yüngül kremdir. Bütün növ kremlərdən istifadə etmişəm tortlarda. Ən gözəl, ən ideal krem plambir kremidir.